etiraflarınızı oxuyun uşaqlar. Bəli, artıq 3-cü bölümdəyik. Bu bölümü 2 həftə və ya artıq 3 həftədən bir atmağa fikirləşəcəm. Bu videonun daha tez gəlməsini əgər dəstəkləmək istəyirsə, bu videonu paylaşıb like atmağı unutmayın və axıra kimi baxmağı unutmayın ki, bu videonun təsiri gəlsin. Bu gün görək bizə nətər rezil rusfa, biabırçı şeylər yazıbsınız. Başınıza nələr gəlib, nələr küləkləyibsiniz. Görək mənə nə yazıbsınız. Bu yorumları həm YouTube'dan, həm də Instagram'dan almışam. Demək olar yarısını YouTube'dan, yarısını da Instagram'dan almışam. Görək mənə nə tipdə şeylər yazıbsınız. Getdik. Deyir 7 ya 8-də oxuyanda məktəbdəki qızlardan bişinti bişirib gətirməklərini istəmişdilər. Sonda 5 uşaq zəhərlənmişdi. Sizdən gələn xeyrin içində binanın 5-ci mərtəbəsində qalırdıq. Bir dəfə bacım pəncərədən baxmağa çalışan yıxıldı. 2-3 ay xəstəxanada qalmışdı. Yəni belə məsuliyyətsiz ailə görməmişəm də. Yəni başa düşürsən. 3 yaşı var hə. Pəncərə açıq bir şəkildə onu nəzarətsiz qoyursunuz. Bir də ki 5 mərtəbədən yığılıb, həyatda qalıbsa həqiqətən təbrik edirəm bunu. Həqiqətən yaşamağa haqq qazanıb da. Bir dəfə atamcıyla filmə baxırdıq. Öpüşmə səhnəsi gələndə hamı mənə baxdı. Elə bil mən öpüşürdüm. Səviyyəyə baxırlar. Baxırlar ki, görüm elə bu da baxır, görüm elə. Görüm belə şeylərə marağı var. O görə sən baxırlar. Səmimi olsam belə insanları tam da sevmirəm. Yəqin yaşın azdır. Tam da sevmədiyin insanların yanında nə gəzirsən? Yəni məcbur deyilsən. Əgər yaşın azsa belə bir şey çox normaldır yəni. Biraz yaşın artdıqca öyrənəcəksən tam sevmək nə deməkdir ya da sevdiyin insanların yanında olmağın dəyərini. Uşaq vaxtı qarışqalar şampunlu suya salıb çıxardırdım, sonra da sağaltmağa çalışırdım. Özüm kimi həkim kimi hiss edirdim. Yəni sənin günahın xeyrindən daha betərdir də, yəni başa düşürsən? Yox, o elə deyildi. Yəni uşaqlıqda yəni psikopat olub belə insanlar. Mən də düzdür, qarışqanın yuvasını falan əzirdim. Sonra biraz başa düşəndən, biraz böyüyəndən sonra başa düşdüm ki, onlar onu min bir əziyyətlə qururlar, eləyirlər. Biz də gəlib üstündən keçirik falan. Yaxşı, normal uşaqlar deyildik. Dostlarımdan sadəcə birinin dostun olduğunu düşünürəm. Adım görsənməsin xalaş. Bəli, sən biraz söz deyim. Dostlarından sadəcə birinin dostun olduğunu düşünürsənsə, bəs niyə o digərlərinə dostluq edirsən? Sən də məcbur eləyir. Yəni işin düşürsə onlarla dostluq edirsənsə, sən də keyfiyyətli bir insansın deyilsən yəni. Məcbur deyilsən. Yanınızda 3 dənə, 4 dənə, maksimum 5 dənə keyfiyyətli insan saxlayın, qalanları eləyin geçsin. Dostumun sevgilisi ilə sev olmuşdum. Qız ikimizin də farkı. Yəni sən dostunun sevgilisi ilə sevgili olacaq qədər şəxsiyyətsiz birsənsə, belə bir şey haqq edirsən yəni. Nə deyim sənə başqa? Yəni bunu unutmayın uşaqlar. Dostunuzun sevgilisinə və ya dostunuzun sevdiyi platonik olduğu birisinə başqa gözlə baxılmaz. Bunu unutmayın. Bu yazılı olmayan bir kuraldır. Bunu deməliyəm. Balaca xalam qızı 4 yaşı var. Mənə öpmək istəyəndə çaşıb dodağımdan. Neyse bu çizsə bu haqda fikir bildirmək istəmirəm. Şu an vaxtı Banalqanın üstündə şəkildə Allah bilirdim. Bu arada sən bilən söz deyəm, mən də bunu belə bilirdim. Təəssüf ki, mən də bunu belə bilirdim. Məncə çox uşaq bunu bilirdi. Belə bilirdi daha doğrusu. Daha fərqli şeylər var. İndi bunları dilimə gətirib üstümə hater yığmayacağam da. Bizə o vaxtdan yəni necə deyim, Allah'a bizə elə şey təsəvvür edirdilər ki, Allah baba falan deyirlər. Biz də baba formasında fişəşirdik. Saqqallı, belə ağ bir səç biri kimi fişəşirdik ki. Ona görə Banalqanın üstündəki şəkil bizə elə gəlirdi. Ayşəni sevirəm amma etiraf eləməyə utanıram. Əgər Ayşədən səni sevdiyinə dair əgər bir siqnal görmürsənsə, etiraf eləməsən yaxşıdır elə. Çünki atfal yeyəcəksən. Nənəm maşın mı sürür? Bir gün müəllimin yanından çıxırdım. Bütün uşaqlar da yanında idi. Nənəm də həmin moment küçədə drift atıb girdi özdə. Maşında polnuxol direktlə. Qətiyyən inanmıram. Külək olduğuna 100% əminəm. Sən nənən neçənci 1950-60-cı ildə yaşamış bir insan necə repə qulaq asır da yəni. Qətiyyən buna inanmıram. Əli dəyib qoyub. Hə, tamam, əli dəyibsə ola bilər. Axıra qədər oxumada fikir bildirdim. Biabır olmuşdum, hamı gülürdü. Hə, gülənim mən son dərəcə modern bir nənəm var da. Yəni çoxsun nənəsi bəlkə də buna qadir belə deyil, başa düşürsən. Etiraf edirəm ki, sosial tanıdığım insandan sən xoşbəxt gəlməz. 4 ay sevgili bir ay xoşbəxt olduq ya yox. İndi ayrılmışıq, heç fəzimə deyil ki. Bu etiraf deyil. Yəni bu sosialda, yəni sizə bilən söz deyim, uzaq məsafə ilişkisi deyilən bir şey yoxdur. 4 ayda sevgililik. Sosialdakı bir insanla 4 ayda sevgili necə ola bilərsən səncə? Sadəcə vaxt işidir. Sənə həqiqi mən deyirəm, sadəcə vaxt işidir. Sevgili olmaq nə gözünlə baxır? Sevgili olmaq sadəcə bir-birinizə yaxşı sözlər deyib, sən sevirəm deməklə sevgili olmaqmı? Yəni bir insanla gəzək görmüşsünüzsə, onun sevgili olmaq çox mənasızdır məncə. Mənim qız dostumla oğlan dostum sevgilidir. Bir dəqiqə. Qız dostumla oğlan dostum. Okey. Qız dostumla oğlan dostum sevgilidir. Qızın yanında qızın tərəfini tuturam, oğlan yanında oğlanın. İkisi də yola gətirməyə çalışıram. Çox səhv eləyirsən. Düzün tərəfində olmasan bir yerdən sonra bunun zibli çıxacaq. Sən bilən söz deyim. Çünki məsələn də bu qızlı oğlandır. Qızın bir səhvi varsa, əgər sən qızın yanında deyirsən ki, sən düzsən falan, oğlanın yanında deyirsən ki, o səhvdir falan filan elə bir söhbət eləyirsənsə, bu yaxşı bir şey deyil. Sən ortaq bir nöqtəni tapmalısan. Bu səhvdirsə amma başlanmasan, sən niyə səhvsən? Bir dəfə 6-cı sinifdə rubrikdən bütün fənnlərdən 5 alıb, sadəcə riyaziyyatdan 3 aldığıma görə evdə baş qulağıma aparmışlar 3-4 həftə. Təəssüf ki, Azərbaycan ailələr belədir. O qədər əziyyət çək hamısına 5 alıb, bir dənə riyaziyyatdan 3 aldığıma görə sən ağızva gələni desinlər. Sonra uşaqlar niyə oxumur? Niyə uşaqlar ailələri ilə soyuqdur? Ailə belə eləyəndən sonra uşaq gəlib səndən nə dərdi danışacaq? Səndən necə isti olacaq? Yəni mən deyə bilərsən bunu. Bir dəfə dostuma pis şəkillər atırdım. Çaşıb sinif qrupuna atdım. Qorxumdan 2 həftə məktəbə getmədim. Yaxşı edim məktəbə getməməkdən. Bu birincisi. İkincisi də ki, dostuma sən niyə pis şəkillər atırdın? Maksimum nə şəkil ata bilərsən ya? Qızsan, oğlansan onu da görmürəm. Adımı gizlətmişəm. Oy zibil, bu nə yaşayışlar? Pis şəkillər atırdın özə. Bir-birinizə pis şəkillər atmayın.
inşallah. Sinifdə hamı bir-biri ilə flört edirdi. Yəni some ergen problems. Böyük ehtimal sinifin yarısı ergendir ya da 9-cu və 10-cu sinifdən aşağı siniflərdirsə belə şeylər normaldır. Ergen yığırdı, nə deyək. Metrodayam, uşaq zarafatçasına mənə söz atdı. Uşağı tutdum metrodakı dayının yanına otuzdurdum. Dayı da çıxartdı, verdi bizə qaş. Dayı nə çıxardıb verdi ala sizə? Bu necə bir cümlədir? Allah cümlədən heç başa düşmədim. Dayının yanına otuzdurmaq, dayı çıxardıb verməsi, uşağa söz atmaq. Yəni bu nədir tam olaraq? Yəni nəsən yəni sən? Mən dostum gilə getdim və qapılarını döydüm. Biraz möhkəm döydüm. Qapı açıldı. Babası lüt üstümə qaçdı. Məhəllədə qoy. Külək olduğu ümidi ilə babanın ən azı 60-70 yaşı var. Baba, küçədə lüt gəzilməyəcəyini biləcək qədər yaşlı bir insandır. Yəni başa düşürsən? Yəni bu necə mümkün ola bilər də? Plusdakı lüt halda qapının yan sıralı əynimə bir şey keçirdi basarsan da. Sinifimizdə sevgili olan iki çiftə ayrılmışam. Təbrik edirəm qardaşım, uğurun davamına. Böyük ehtimal gözün götürməyib də başa düşürsən. Onlar sevgili olur, xoşbəxtlər. Sən sevgili ola bilmirsən, xoşbəxt ola bilmirsən. Bu acırdı onların qısqanclığı, xainlığını çəkirsən. Dostuma söz sövmüşdüm, dostumun atası da arxamda durmuş. Oy zibira. Bir dakika, dostuma söz sövmüşdüm. En azından atasına sövmüşler. Atasına sövsəydi daha pis olardı. Dastan yazıblar. Bu arada uşaqlar həqiqətən. Mən Instagramda dedim, YouTube'da dedim. Dedim ki dastan yazmayın, uzun yazmayın, söğüşlü şey yazmayın. Ya 25% söğüşlü şey yazmışdınız. 40% da uzun yazmış. Bu boyda şey yazmışdınız. Bak bunun kimi. Sadece bunu götürmüşəm, başqa da bunun kimi götürməmişəm. Abi uzun yazmayı deyirsə uzun yazırsınız. Siz məndən məzələnərsiniz. Sonra deyirsən ki, niyə mənim etrafım videoda çıxmaz? Çıxmaz da. O qədər şeyi oxusaram. Zaten video baxanda sıxılacaq, baxmayacaq videonun axırına kimi. Əgər o uzluğa şey qoysam. Sevgilimizlə bir ayımız tamam oldu. 7 gün sonra mən başqasını sevdiyini dedi və ayrıldıq. 2 ay sonra peşman olduğunu dedi və barışmaq istədi. Mən də barışdım. Sən axmaqsan. Xətribə dəyməsin, ancaq sən axmaqsan. Əgər biri ilə ayrılıb ikinci barışırsınızsa, siz axmağın yekəsiz və öndə gedənsiniz. Plus da başqasını sevdiyini deyib bunu eləyirsə, yəni sənə xəyanət eləmiş olur. Xəyanəti bağışlayacaq qədər yazıq olmayın. Başqa işin demirəm. Həqiqətən xəyanət bağışlanılması şey deyil. Ardını oxuyaq. Tam 1 ay 7 gün sonra eyni saat, eyni dəqiqədə mənə elədiyini elədim. Mənə elədiyini elədim. Başqasını sevdiyimi deyib ayrıldım və indi 4 aylıq ilişkim var və çox sadiqdir. Aramız çox yaxşıdır. Hə, ikiniz də keyfiyyətli insan deyilsiniz bana. Sevgilin də keyfiyyətli insan deyil, sən də keyfiyyətli insan deyilsən. Başqasını sevirdinsə, niyə barışırdın? Bax, niyə barışırdın? Anadan olanda ayaq barmaqlarım 6 idi. Bir dəqiqə, anadan olanda. Bəs indi neçədir və sonradan yoxa çıxdı. Düşdü elədi barmağım, nə oldu yəni? Keçən gün Instagramdakı yorumlara görə Instagramdakı, YouTube'dakılardan daha mı keyfiyyətli? Bir dəfəsində xırayaqda Qaraqan, mə və sən trekini oxumuşdum. Niyə bilmirəm. Yaxşı etsən qardaşım, yəqin xoşuma gəlib. Adrenalin çox olduğu bir qismivə gəlib ya da halva gəlib. Heç nə olmaz yəni, başa düşürsən. Cringe'lik o şeyi eləyə bilməyən insanlar üçün də başa düşürsən. Yaxşı eləyibsən bəlkə də. Evdə yazdığım senaryonu çəkərkən anam görmüşdü. Mən səni sevirəm Məzlun. Buna görə də sən mənim həyat yoldaşım olmalısan. Gəl gedək oppalara, orada həyatımızın keyfini çıxaraq. Biz kimdən danışır belə? Bu sualda postunun belə bir özəlliyini bilmirdim həqiqətən. Şəkil. Rəşid, sən niyə öz şəklini atıbsan? Bu nədir? Bu nə sifətdir? Sən canım nədir bu? Mən bunu görmək məzəmmətinə. Bir dəfə hamının içində Tuna Tavus izləyərkən gəldi və mən və hamı mənə baxdı, çox tanıdım. Şu an həqiqətən Tuna Tavus çox qəşəng bloq edir. Onun videolarına həqiqətən baxıram. Ayda iğrenç, ürəyimiz çıxdı. Yemirəm vəbşi. Ayda yo. Oğlan dostlarım var deyə pik mi deyirlər? Bu arada düz deyirlər. Bir səbəbi varmı bunun, amma qız dostunda çoxdur, eyni saydadır. Qızsansa qızlarla dostluq eləməlisən, oğlansansa oğlanlarla dostluq eləməlisən. Yəni qızsansa əgər oğlanlarla dostluq edirsənsə bir yerdən sonra ikisi üstə gəl deyəcək ki, səni sevirəm. Qaçınılmazdır bu arada. Dostumun sevgilisiyə sev olmuşum. Yaxşı qələt eləmişdim. Bax yaxşı qələt eləmişdim. Nə deməyimi gözləsən? Bax yaxşı qələt eləmişdim. Nə edeyim mən indi? Dostunun sevgilisinə sevgili ol. Hə, təbrik edirəm səni. Təbrik edirəm. Abi bu qədər belə düşünməyin. Bu qədər səviyyənizi düşürtməyin. Xahiş edirəm. Dostunuzun sevgilisine sev olma. Dostunun sevgilisi olup ya da köhnə sevgilisi de ayrılıblar falan. Artıq o insana sizin erişiminiz yoxdur, başa düşürsən. Çünki artıq bir yaşanmışlıq var, başa düşürsən yəni. Tutalım sevgilin oldu. Bax tutalım sevgilin oldu. Sabah bir gün dostun gəlib sən deməyəcək ki, niyə mənim köhnə sevgilimlə sevgili olubsan? Ya da dostun sən normal baxacaqmı yəni? Normal dost deyilsən yəni. Sən keyfiyyətli dost deyilsən bunu edirsən sən. Siqaret çəkdiyimi atam öyrəndi. O siqareti inşallah səndə itirmişdim. İnşallah siqaret çəkməyin. 20 yaşım var, 21 yaşım var. Bir dəfə çəkməmişəm, dilimə vurmamışam. Xoşbəxtəm, özümdən qürur duyuram həqiqətən. Siz də çəkməyin, özünüzdən qürur duyun. Mənim tarix müəllimi var, onu söydüm məktəbdə. Söyən momenti sinifə girdi, eşitdi məni. O bizim tarix müəllimi də var ha. Bildiyin cındırdır ha yəni. Mən 10 qədər eşşi adam görməmişəm də yəni. Ay bu tarix müəllimi özünə hörmət eləmir də sən öl görürsən hələ. Baba sən 2 dəqiqə bir dənə məndən çöləcə. Bir dənə çöləcə sən bir dənə qəşəng şey göstərəcəm. Bir dənə. Bir ara dostumun sevgilisindən xoşum. Ay da yenə gəldi. Sonra ona fikirləşdim ki, olmaz düzüncə. Təbrik edirəm. Axır ki beyni normal işləyən bir insan dostunuzun sevgilisindən xoşun gələ bilməz. Ona o gözlə baxa bilmərsən qardaşım. Bu neçə dəfə deməliyəm mən sizə. Mənə cinsiyyətsiz kimi gəlirsən. Mənəm cinsiyyətçi. Baxın, bunu sizə başa salım. Arasında çox fərq var. Bu mənim qadına yox, dediyi fikrə əks olmağımdır. Eyni şey bir oğlan desəydim, mən oğlana da həmin fikri bildirəcəkdim. Bunun cinsiyyətçiliklə bir əlaqəsi yoxdur. Yəni düzün tərəfindəyik. Sadəcə niyə cinsiyyətçi olmur? Məzələnsən sən. Sabah bir gün mən də sevgilim olacaq. Yəni yanımda bir qadın olacaqdı. Yəni başa düşürsən. Onda niyə cinsiyyətçi olum? Japon qızlar sevirəm. Yəni sevə bilərsən, normal bir şeydir. Yəni səndə nəsiblə qohumluğun var deyəsən. Bir gün məktəbə çəkiş gətirmişdim və çəkici əlimə götürəndə müəllim isə: "Abi, sinifə niyə məktəbə niyə çəkiş gətirəsən? Yəni bunun məntiqi nədir? Kimin başına çırpacaqdın sən canı?" Sinif yoldaşım bir dəfə qaraçı qızdan atval yemişdi.
Qanadçı qızlar atval gələcək qədər. Nəysə, başqa söz demək istəmirəm bu haqqda. Fərəz bir dəfəsində mağazada Kinder oğurlamışdım, amma səhvin başa düşdüm. Sevilirsən. Səhvi başa düşüb nə qardın? Qaytardın onu. Qaytarana oxşamırsan çünki Kinderdir. Yedin getdi. Şəş almısan, yemisən. Ayda mən bunu səhv elədim. Şəş yeməzdim. Bir dəfə müəllimə C demiş. Deməli uşaqlar gördüyünüz kimi 2-ni 7-yə vuranda 18 eləyir. Müəllim C-siz 14 eləyir o. O düz deyir, deyəsən C-yəm mən. Səndən zəhləm gedir, sadəcə bağımlılıq eləmisən və cringe hər şeydən çalıntı. Yaxşı. LGBT dəstəkçisiyəm. Təbrik edirəm. Yəni dəstəkçisi olub nağarsan tam olaraq yürüyüşlərə falan qatılırsan, deyirsən ki bizim haqqımızı yerlər falan deyirsən, nağarsan yəni. Dəstəklisən, dəstəklə, çox da veciməydə. Birindən xoşun gəlir və o da sənin fanındır və bu videonu izləyəcək, buradan bilsin sevdiyimi. Bilməyəcək sevdiyini, çünki adını göstərmirəm. Yaxın dostumdan xoşum gəlir, amma dostluğumuz pozulmasın demirəm. Gəl, bax mən sənə demişdim ha, oğlanla qızın dostluğu olmaz. Gəl, kanıtlı sübutundan. Əmin ol dostluğun pozulacaq. İndidən postdan yaxşı ol dost. Tanış olduğum birindən yaxşı şəkil çəkə bildiyimi demişdim, amma dediyim tək yalan bu idi. Durduq yerdə tanıdığım birindən niyə yaxşı şəkil çəkə bildiyini deyirsən də, yəni nə məntiqlə də, yəni deyəcək ki, "A, yox, sən şəkil çəkəmsən. Yox, mən səndən danışmıram. Başımı burax." Gəlib yazım ya götürdüm. Bu arada mən qəşəng şəkil çəkə bilirəm. Həqiqi deyirsən, nə yaxşı. Bir də mənim şəklimi çəkərlər. Gör oxşayıb elə. Şimdi Allah. Maşallah bu video bu kadar idi. Bu arada sizin etrafınızı niye almamışamsa 5 kuplet şey yazmışdınız her birine. Bu uzutluğa etrafı mən videoya necə alım? Xahiş edirəm. Bax bu uzutluğa videonu mən necə alım? Hələ birincisi part 1 parçası formasında yazım. Nədir bu? Mən dastan oxuyuram burada. Xahiş edirəm gələcək videoda oxumağımı istədiyiniz etrafları çox qısa yazın. Qısalaşdırın yəni. Əlinizdən gəldiyi qədər qısalaşdırın yəni. 2 cümlə olar, 3 cümlə olar, ancaq gedib 4-5 cümlə olmaz yəni başa düşürsən. Nəysə, ümid edirəm sevdiyiniz bir video olmuşdur. Videoya bir like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə. Sağ olun.